Amir Məmmədov 46 nömrəli iştirakçı 31 yanvar 1 fevral tarixlərində Şahdağ Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə xizək yarışı üzrə Heydər Əliyev kuboku keçirilir və bu yarışda Azərbaycan xizəkçiləri ilə yanaşı Böyük Britaniyadan, Kanadadan, Pakistandan, Rusiya və Ukraynadan olan xizəkçilər birinciliyi uğrunda mübarizə aparır. Sayca 4-cü dəfə təşkil olunan turnirin ilk günündə 80-ə yaxın uşaq və yeniyetmələr müxtəlif yaş kateqoriyasında mübarizə aparırlar. Turnirin sonunda qalib və mükafatçılar kubok və medallarla təltif olunur, müxtəlif həvəsləndirici hədiyyələr verilir. Əsas məqsəd burada bu idman növünün geniş əhali arasında yayılmasıdır. Bu idman növünə belə deyim, sevginin, qorxunun aradan qaldırılmasıdır. Çünki bir çox insanlar bu idman növünə məşğul olmaqdan qorxur, amma mən özüm də buradan səslənirəm ki, qorxmasınlar. Çox maraqlı idman növüdür və doğrudan da daha çox insanlar sırf özünü bu idman növlərini sınamaq üçün Şahdağ və Tufandağ xizək mərkəzlərinə üst tutur. İnsanlar daha çox bu idman növü ilə professional bir şəkər şəkildə məşğul olmağı düşünür. Ona görə əsas məqsədimiz də elə bu idman növünün, bu mədəniyyətin yayılmasıdır. Qeyd edək ki, xizək üzrə Heydər Əliyev kubokunda böyüklər arasında mübarizə fevralın 1-də olacaq.